Salam əziz izləyicilər, bugün sizə şahmat taxtasında xətlər haqqında danışacağım. Ümumiyyətlə şahmat taxtasında 3 növ xətt var. Bunlar şaquli xətlər, üfüqi xətlər və diaqonal xətlər adlanır. Şaquli xətlər dedikdə A1-dən A8-ə qədər olan və ona paralel olan bütün xətlər şaquli xətlər adlanır. Məsələn, top A1-də dayanarsa A1-dən A8-ə qədər və yaxud B1-dən B8-ə qədər, C1-də dayanarsa C8-ə qədər və ona paralel olan bütün xətlər şaquli xətlər adlanır. Üfüqi xətlər dedikdə isə A1-dən H1-ə qədər olan və ona paralel olan bütün xətlər üfüqi xətlər adlanır. Məsələn, A1-dən H1-ə qədər, A2-də dayanıbsa A2-dən H2-yə qədər, A3-dən H3-ə qədər, A4-dədirsə H4-ə və ona paralel olan bütün xətlər üfüqi xətlər adlanır. Deməli, top həm üfüqi, həm də şaquli hərəkət edən fiqur hesab olunur. Eynilə vəzir də top kimi həm üfüqi, həm də şaquli xətt üzrə hərəkət edən fiqurdur. Və nəhayət üçüncü xəttimiz diaqonal xətt. Diaqonal xətt isə demək H1-dən H8-ə qədər, H1-dən A8-ə qədər və ona paralel olan bütün xətlər diaqonal xətlər adlanır. Bu arada onu da qeyd etmək istəyirəm ki, şahmat taxtasında cəmi 26 diaqonal xətt var. İndi isə diaqonal xətləri göstərsək, görərik ki, demək A1-dən H8-ə qədər olan, gördüyünüz kimi qara rəngli, qara xanada dayanan fil və yaxud H1-də dayanıbsa H1-dən A8-ə qədər olan bütün və ona paralel olan bütün xətlər diaqonal xətlər adlanır. Gördüyünüz kimi fil diaqonal xətt üzrə hərəkət edən fiqurdur. Eynilə vəzir də fil kimi diaqonal xətt üzrə hərəkət edə bilir. Bugünlük dərsimiz bu qədər. Gələn dərslərimizdə görüşərik. Sağ olun.